Salam dostlar, bu videomuzda biz ekranda gördüğünüz gibi Windows Server 2008 üzerinde Authoritative Restore hakkında danışacağıq. Restore iki cür, Authoritative, Non-Authoritative. Bugün bizim bəhs edəcəyimiz Restore bərpa etmək növü isə Authoritative Restore'dur. Bu Authoritative Restore hakkında, bunun hakkında kısaca olarak məlumat verməli olsaq, bu cür qeyd edə bilərik ki, düşünək ki, biz Active Directory'da hər hansı bir Organizational Unity və yaxud useri sildik. Bunu geri qaytarmaq üçün biz təbii ki, bərpa etməliyik. Ancaq bütün sistemi bərpa etmək istəmirik. Ola bilər ki, orada hər hansı bir proqram yazmışıq yeni. Bunun üçün biz Authoritative Restore proqramını, daha doğrusu Authoritative Restore tipindən istifadə edərək ancaq konkret olaraq silinmiş Organizational Unity və yaxud useri geri qaytara bilərik. İndi isə onu da qeyd edim ki, Authoritative Restore ancaq 2008 üzərində olur. İndi isə buna praktikada baxaq. Bunun üçün biz onu da xüsusilə qeyd etmək istərdim ki, burada istifadə olunan adlar, yəni domain və user adları heç bir reklam xarakterli deyil, ancaq sınaq üçün özüm tərəfindən düzəldilmişdir. İlk öncə praktikimizi həyata keçirmək üçün roles daxil olaq. Mən Active Directory'də əvvəlcə Organizational Unit düzəltmişəm və orada userlər düzəltmişəm. Gördüyünüz kimi bu özüm tərəfindən düzəldi Organizational və içində də userlər var gördüyünüz kimi. İndi isə biz bu Organizational Unit'i silək. Delete görünüz. İcazə vermir. Niyə? Onu qeyd etmək yerinə düşər ki, bu sualın cavabı, yəni niyə silmək olmur? Windows Server 2008 üzərində yeni bir xüsusiyyət vardır ki, bu xüsusiyyət icazə vermir ki, səhvən hər hansı bir şeyi biz silək. Yəni Active Directory üzərində. Gördüyünüz kimi biz bunu aktiv etmək üçün, əgər Properties'ə daxil olsa, gördüyünüz kimi 3 ədəd tab vardır. Burada heç bir xüsusiyyət yoxdur. Biz View bölməsində daxil buradan Advanced Features aktiv edirik. Gördüyünüz kimi bölmələr adlı və Integrate Users Organizational Unit'ə daxil oluruq Properties'də. Burada gördüyünüz kimi tablar çoxaldı. Burada Object'ə daxil oluruq. Object'də burada gördüyünüz kimi Protect Object from Accidental Deletion. Bu işarəni buradan götürürük. Apply və OK. İndi bir daha silməyi yoxlayaq. Delete, yes. Gördüyünüz kimi silə bildik. İndi isə biz qeyd etdiyim kimi bunu əvvəllə geri qaytıra bilərik bütün sistemi. Ancaq ola bilər ki, biz hər hansı bura backup götürdükdən sonra bunu hər hansı bir proqram yazmışıq və yaxud üzərində işlər görmüşük. Əgər biz sistemi geri qaytarsaq, ümumi olaraq hamısı geri qayıtacaq. Biz konkret olaraq bu Integrate Users Organizational Unity geri qaytarmalıyıq. Bunun üçün biz təbii ki, əvvəlcə götürdüyümüz backup'ını istifadə edəcəyik. Buna daxil ola baxaq görə backup'ımız alınmışdır. Bəli. Bu mənim backup'ımdır. Əgər əvvəlki videolarımızı izləmişsinizsə, biz orada WB adminlə System State backup'ı almağı göstərmişik. Həmin backup'ı biz hal-hazırda istifadə edəcəyik. Bəli. Biz Authoritative Restore etmək üçün ilk öncə serverimizə restart veririk. Buradan isə biz F8 düyməsini sıxaraq Directory Services Restore moda daxil oluruq. Siz bilirsiniz ki, bu mod, yəni safe modda açır serverinizi və siz buradan dediyim kimi Authoritative Restore tipini həyata keçirə bilərsiniz. Bu tipdə backup'ı Restore həyata keçirə bilərsiniz. Backup istifadə edərək. Az F8 düyməsinə sıxaq. Baxaq. Gördüyünüz kimi burada müxtəlif menyular çıxır. Bizə təbii ki, qeyd etdiyim lazım olan menyu Directory Services Restore moddur. Üzərinə gəlib Enter düyməsinə sıxırıq. Gördüyünüz kimi
safe modda açacaqdır bizim serverimizi və siz bunu açıldıqdan sonra ekranda da izləyə bilərsiniz ki, ekranın hər bir küncündə safe mod yazacaqdır. Biraz gözleme olacaq. Bakalım. Bəli. Bizə gördüyünüz kimi bura biz daxil olmaq üçün administrator adımızı yazırıq və burada parolumuzu. Parol yerinə isə, yəni şifrə yerinə o şifrəni yazmalıyıq ki, biz hansı ki aktiv direktoru qaldırarkən biz orada bizdən şifrə istəyir, restore olmaq üçün şifrə istəyir. Biz ora şifrəni qeyd edirik. Həmin şifrəni isə biz burada daxil etməliyik. Bir daha qeyd edirəm. Serverə login, normal login olarkən yazılmış şifrəni deyil, aktiv direktoru qaldırarkən istifadə etdiyimiz şifrəni yazırıq bura. Gördüyünüz kimi şifrəni yazdıqdan sonra daxil olmağa çalışırıq. Bəli, qeyd etmişdim bizə. Hər bir küncündə səhifənin save mod yazısını görə bilirsiniz. Biraz izləyək. İndi isə etdiklərim praktikada authoritative restore edək. Bunun üçün biz command prompt'a daxil oluruq. Gördüyünüz kimi pəncərəsi qarşımıza çıxır. Bura biz admin və buyuruq. Gördüyünüz kimi burada bizə müxtəlif komandalar verir. Bizə lazım olan isə get versions komandası. Bu komanda ilə biz ən son alınmış backup haqqında məlumat ala bilərik. Gördüyünüz kimi bizim ən son aldığımız backup tarixi göstərilir burada. Gördüyünüz kimi. Mesela biz indi buraya yazmalıyıq. WB admin start system state recovery version və version'dan sonra isə yazmalıyıq biz bura aldığım, qeyd etdiyim kimi burada götürdüyümüz versiyanı. Ən son nədirsə onu və yaxud hansısa versiyanı istəyirsiniz. Biz gördüyünüz kimi yazmış olduq. Və bir daha biz buna daha aydın olmaq üçün burada baxaq. Gördüyünüz kimi əgər bizə burada da nümunələrdən görsəlir necə etmək lazımdır. Bizə bunu gördüyünüz kimi version yazaq bura. Buradan son backup'ımızı götürək. Hayda. Bir daha sizə qayda yuxarı göstərim. Burada bu cür yazmağımda məqsəd isə sual yazma məqsəd isə yəni sizə nümunə komandaları göstərməkdir. Yəni gördüyünüz kimi bu komandalardan istifadə edə bilərsiniz. Hal-hazırda nümunələrdə görsədir. Bizim də hal-hazırda istifadə edəcəyimiz budur. İndi isə enter düyməsinə sıxırıq və bizə sual verir. Təbii ki biz yes olaraq cavab veririk və enter düyməsinə sıxırıq. İsə bir müddət gözləyəcəyik. Bir daha gedirəm. Bu vasitələ biz bütün sistemi restore edirik, yəni bərpa edirik. Sonda isə bu WB_admin qurtardıqdan sonra isə biz kompüterimize restart vermirik. Təbii ki biz
bu tam qurtardıqdan sonra işlər biz keçəcək After Restore-a necə etmək lazımdır ona. After Restore keçməmişdən öncə təbii ki, bu etdiyimiz bütün hamısı bunlar lazımlıdır və bunlar edilməlidir. Hal-hazırda bu bərpa etmək çox zaman, çox vaxt aldığı üçün mən videonu saxlayıram və bir neçə dəqiqədən sonra geri qayıdacağam. Bir daha qeyd edirəm. Əvvəlki videolarımızda da qeyd etmişdik. Bərpa işi və yaxud backup işi sizin Steam State, yəni sizin Steam State faylının həcmindən asılıdır. Gördüyünüz kimi hal-hazırda bizim restore işimiz uğurla başa çatmışdır. Təbii ki, bundan sonra bizim başlayır After Restore işimiz. Bunun üçün biz hal-hazırda restart etmeli kompüteri və buraya yazırıq ki və enter düyməsini sıxırıq. Gördüyünüz kimi util açılır. Buraya isə yazırıq biz break instance enter ds. Enter düyməsini sıxırıq. Gördüyünüz kimi indi isə yazırıq bura. Sual baxaq buradakı görək. Gördüyünüz kimi Alternative Restore isə bura daxil edək. Və enter düyməsinə sıxaq. Gördüyünüz kimi burada utildə isə hər bir bölməyə daxil olaraq işlər görür. Sonra yenidən isə bunlardan bir-bir çıxacaq. İndi isə son olaraq bizim Interact Users Organization Unit'i bərpa etməyimiz lazımdır. Ancaq istərik həmin unit bərpa olsun. Bunun üçün biz yazırıq restore sub3 OU Interact Users DC Interact as və enter düyməsini sıxırıq. Gördüyünüz kimi bizə sual verir. Are you sure you want to perform with alternative restore? Bəli, siz alternative restore işini həyata keçirmək istəyirsiniz. Bəli, yes olaraq cavab verir. Gördüyünüz kimi uğurla 3 dənə rekord bərpa olunmuşdur. İsə bunlardansa gördüyünüz kimi demişdim. Bir-bir çıxaraq geri alınır. İndi isə yoxlayaq doğrudanmı biz Interact Users Organization Unit'i geri qaytara bildik. Kompüterimize start edək. Hazırda biz restart veririk. Təbii ki, biraz zaman alacaqdır. Bunun üçün kompüterimizi yenidən başlatdıqdan sonra isə normal olaraq kompüterimize daxil olmağa çalışacağıq. Bunun üçün biz yazırıq və parolumuzu qeyd edirik bura. Gördüyünüz kimi hal-hazırda login oluruq. İsə baxaq görək. Həyata keçirdiyimiz restore işi geri qayıdıb yoxsa yox. Təbii ki, bu zaman bizim sildiyimiz unit geri qayıtmalıdır. Son işler görülür. Bu biraz gördüğünüz kimi səhv. Complete successful enter düyməsini sıxırıq. Bəli. İndi isə bizə server mövzu səhifəsi proqram açılmalıdır. Buradan biz artıq biləcəyik ki açıldı. İsə baxaq. Görək bizim sildiyimiz Organization Unit buradadır yoxsa yox. Bunun üçün biz Roles'a daxil oluruq. Burada
Active Directory Users and Computers bölümünə. Şimdi biraz zaman var. Şuradan bakalım. Bəli. Gördüyünüz kimi Intellect Users artıq bəli, içəridəki userlərdə 3 ədəd bayağı qeyd etmişdik. 3 ədəd qeyd geri qaytarılmışdır. Bunlardan biri Organization Unit olan Intellect Users və 2 ədəd userimizdir. Bəli, gördüyünüz kimi bu işi Authoritative Restore-u bu cür həyata keçirdirik. Əgər sizdə səhvən yeni götürdüyünüz işçi silərsə, hər hansı orqanizasyon yönetimi və yaxud sözünüz səhvən silərsinizsə, təbii ki, bu vasitələ siz bunu geri qaytara bilərsiniz. Ümid var ki, bu videomuzda biz Authoritative Restore haqqında danışa bildik və sizlərə vaxtda məlumat verə bildik. Növbəti videolarımızda görüşənə qədər hələlik.